Lənkəranda toy məclisi faciə ilə nəticələnib. Lənkəranda keçirilən toy mərasimi zamanı iştirakçılardan biri qəfil vəfat edib. Xəbər 4 TV unikal aza istinadən xəbər verir ki, Cəlilabad rayonunun Qarayar kənd sakini 1976-cı il təvəllüdlü Səyyad Yaqubov bacısı qızının toyunda iştirak etmək üçün Lənkərana yollanıb. Məclis zamanı özünü narahat hiss edən Yaqubov yaxınlarından onu aptekə aparmalarını xahiş edib. Məlumata əsasən o aptekdən dərman qəbul etdikdən sonra vəziyyəti qəfil ağırlaşıb və dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb. Həkimlər tərəfindən ona kardiak arrest, ürək dayanması diaqnozu qoyulub. Tibbi müdaxilələrə baxmayaraq Səyyad Yaqubovun həyatını xilas etmək mümkün olmayıb. Meyit adiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.